Salam balaca dostlar. Mən Nara. Nara'nın nağıllarına xoş gəlmisiniz. Bugün də yeni bir nağıl dinləyəcəyik. Hazırsınızsa başlayaq. Pinokyo. Biri var idi, biri yox idi. Bir zamanlar Geppetto adında bir qoca dülgər var idi. Onun uşağı yox idi. Bir dəfə o, odun parçasından özünə bir oğlan uşağı düzəltdi və ona Pinokyo adını verdi. Onun qarşısına keçib, kaş belə bir gerçək oğlum olardı deyə fikirləşdi. Daha sonra yatmağa getdi. Həmin gecə bir möcüzə baş verdi. Geppetto'nun evinə bir işıq gəldi və o işıqdan bir pəri gözə göründü. Pəri sehirli çubuğu ilə Pinokyoya toxundu və onu sehri ilə canlandırdı. Artıq Pinokyo da tək başına yeriyib, hoppanıb gülə bilirdi və çox gözəl rəqs eləyə bilirdi. Pinokyo bu olanlara görə gözlərinə inana bilmədi. Ayaqlarını hərəkət edib doyunca hoppandı. Onun sevinci gözlə görünən idi. Artıq özünü insan kimi hiss edirdi. Pəri ona dedi: "Əgər insan olmaq istəyirsənsə, çox cəsur, çalışqan, doğruçu, təmiz ürək sahib biri olmalısan." Bunları deyib gözdən itdi. Səhər açılanda qoca dülgər Geppetto yuxudan oyandı. Otağa keçəndə Pinokyonu canlanmış görüb sevindi. O gözlərinə inana bilmədi. Ona sarılıb çox sevindiyini bildirdi. Geppetto onu məktəbə hazırlamağa başladı. Ona əgər dərslərini oxusan, uğurlu bir gənc olacaqsan dedi. Pinokyo artıq məktəbə gedirdi. Yolla gedərkən onun qarşısına yaramaz, avara iki oğlan çıxdı. Pinokyo onların sözünə inanıb məktəb əvəzinə sirkə getdi. Sirkin sahibi qəddar Alovud idi. O Pinokyonu görüb gəzən, danışan, hərəkət edən kuklanın tamaşaçıların daha çox diqqəti çəkəcəyini anladı və onu qəfəsə saldı. Pinokyo necə səhv hərəkət etdiyini anlayıb ağlamağa başladı. Pəri Pinokyonun ağlamağına dözə bilmədi və özünü çatdırıb Pinokyonu həmən qəfəsdən xilas etdi. Pinokyo da səhvini başa düşdüyünü, ona söz verdi ki, bir də bunları etməyəcəyini dedi. Amma artıq Geppetto da çox narahat olmağa başlamışdı. Pinokyo evə gedərkən dənizin kənarı ilə bir balıqçı gördü. Onun vedrəsinə baxanda birdən-birə dənizə düşdü. Dənizçi, balıqçı ona kömək etmək üçün əlini uzatdı. Amma Pinokyo özüm xilas olaram dedi. Lakin güclü dalğalar Pinokyonu uzaqlaşdırdı. Artıq qaranlıq düşmüşdü. Geppetto daha da narahat olmağa başladı və onu axtarmaq üçün dəniz kənarına gəldi. Birdən onun izini tapdı və sevindi. Onu tapmaq üçün qayığa minib dənizə baş vurdu. Biraz gedəndən sonra Pinokyonu gördü. Əlini ona uzadıb onu özünə dartmaq istədi. Lakin birdən-birə bir balina hər ikisini utdu. Balinanın mədəsi olduqca qaranlıq idi. Onlar oradan necə xilas olacaqlarını düşünərkən Pinokyonun ağlına bir fikir gəldi. O balinanı qıdıqlamağa başladı. Birdən-birə balina asqırmaq istədi. Bərkdən asqıranda Geppetto və Pinokyonu suya püskürtdü. Onlar hər ikisi də dənizdən xilas olub evlərinə qayıtdılar. Pinokyo nə qədər səhvlər etdiyini atasına deyib ondan üzr istədi və ona söz verdi. Bir daha onu əsla incitməyəcək. Həmin gecə pəri onlara bir daha gəldi. Sehirli çubuğu ilə Pinokyonu toxunub onu gerçək bir oğlan elədi. Və atası onu səhər bu cür görüb daha da sevindi. Bugünlük də bu qədər əziz dostlar. Sabah eyni saatda Nara'nın nağıllarında görüşərik. Hələlik.